Xoş gördük əziz dinləyicilər. Dünənləri bilirsiniz ki, Hacı Şeyx Qamət haqqında Sələfi nağılları barəsində müəyyən bir suala cavab verdim və kifayət qədər də rezonans doğurdu. Və amma normal tərəfdarları tərəfindən də normal heç bir cavab yoxdur. Cavab da ola bilməz. Çünki mənim həmişə dəvət etdiyim yalnız Qurani-Kərimdir. Təkcə Qurani-Kərimin Nisa surəsinə baxdıqda belə cavab tapmaq mümkündür və həddibuluğa yetmiş insan nə deməkdir və bunun anlayışı nədir? Bu barədə danışdıq, amma bu barədə bilirsiniz qamət barəsində deməli mənə də yazanlar oldu. Allah şeyxə can sağlığı versin. Əlbəttə Allah şeyxə can sağlığı versin. Biz heç kəsin canını nə alanıq, nə verəni, canı verən Allahdır, alan da Allahdır. Biz heç kəsin şəxsiyyəti ilə bir işimiz yoxdur, amma bu formalı ictimai şəxsləri yalan dediyinə görə biz onları açmaq, onları faş etmək deyə vacibdir bizim üçün onları faş etmək. Və ikinci verilən cavab nə idi? Allah Şeyx Qamətə deməli elminə bərəkət versin. Elminə bərəkət versin və hamısı da bunu bu formada yazanlar da bu formada yazdılar. Baxın, hansı elminə deməli bərəkət versin? Bunlarda elm var ki, bərəkət versin. Allah bərəkət verir, amma elm varmı bərəkət versin? Firqə məktəbində elm olmur. Bu günləri sizi aldadılan, məhz bu firqəçiləri aldadan bir görünüş var. Nədir bu aldadan görünüş? Elə ki, sən Muaviyyə məktəbinə, Mədinə məktəbinə girdin, çıxdın və yaxud da Qumda hansı hövzəyə girdin, çıxdın, alimdir. Aha, alimdir. Alim olan kimi bir toxunulmazlıq əldə edirlər. Daha ağzına nə gəldi desə, hamı qəbul edəcək ki, alim dedi. Baxın, əslində alim də bir tordur. Necə ki, bəzi bu günləri insanlar var, həcə gedib gəlirlər, həci adı aldıqdan sonra bütün alçaqlıqları eləyirlər həci altında. Çünki həci bir kılıfa çevrilir, həci bir örtüyə çevrilir bu üstündə. Bunlar da alimdir, bəs alim dedi, məsələ bitdi. Bu barədə da bizim kifayət qədər videolarımız var, hələ ki normal bir cavab ortaya qoyan yoxdur. İkinci bir məsələ. Deməli, bu günlərim qaldı ki, dediyim kimi, bugün Mədinə məktəbində də ümumiyyətlə firqəçiyə elm vermir. Hansı elm verilir? Üsul elmi, nə bilim, ağızlarına nə gəldi o elm. Ümumiyyətlə, bu günləri Mədinə məktəbi necə elm verir? Orada cərrahiyyə əməliyyatı keçirilir. Bunlar gedirlər ora, onların başları yarılır, açılır. Onların içinə Muaviyyənin hədisləri, bürmələri soxulur və bir dənə təpiy vurulur ki, gedindi öz ölkəndə ağzıva nə gəldi danışqına, deyəcəklər alimdə narahat olma, sən çünki bizim məktəbimizdən çıxmışsan. Bunların alimliyi budur. Bunların alimliyi yalnız firqə üzərindədir. Yalnız vidlərini, fasonlarını biri başına papaq qoyur, biri əmmamə qoyur, biri saqqalını uzadır. Alimlik isə bu görkəm artıq bu görkəmlə ağzıva nə gəldi danışacaqsan, hamı da qəbul edəcək çünki alimsən. Bu günlərdə yenə də Şeyx Qamətə belə bir sual verdilər. Deməli, bugünkü Suriyanın prezidenti bilirsə Əhməd Əş-Şara, qalustuklu Vəhabi, qalustuklu Sələfi. Onu da gəl etiraf eləyək ki, həqiqətən bu insanların içindən belə bir normal bu günləri siyasəti qəbul edən biri çıxması da çox təəccüblüdür. Həqiqətən bu günlər Əhməd Əş-Şara hələ ki normal bir siyasət yürüdə bilir. Deməli, Əhməd Əş-Şara barəsində Hacı Şeyx Qamətə sual verirlər. İnanın mənə, mıqqıldadı, cıqqıldadı, fırlatdı önə, mən bir söz deyə bilmərəm, yox bir şey deyə bilmərəm, o sələfidir bilmirəm, o belədir bilmirəm, mən o işə qarışmıram, mən tanıya bilmirəm, mən bilmirəm o necədir, təsəvvür elə, Vəhabini, sələfini tanıya bilmədi, nə qədər sual verilirsə fırlatdı. Amma Şeyx Qamətə 600-500 il bundan əvvəl 16-cı əsrdə olan Şah İsmail Xətai barəsində sual verən kimi o saat dedi ki, zındıqdır. O saat dedi ki, kafir olub. Əvvəla Şah İsmail Xətai Azərbaycan xalqının imperiya rəhbəridir. Kimsə sevər, kimsə sevməz. Amma o imperiya rəhbəridir və o Azərbaycan xalqının o babasıdır. Sən Azərbaycan xalqının babasına əgər zındıq deyirsənsə, elə bu Azərbaycan xalqının ən böyük nöqsanlarından biridir ki, səni kimi fasiqin cavabını verə bilməyiblər. Əgər o zındıqdırsa, zındığın yekəsi sənsən. O bir imperiya qurmuşdu, amma siz Ərəbistanda ancaq tayfa müharibəsi eləməkdən başqa bir şey bilmirsiniz. 500 il bundan əvvəl Şah İsmail Xətainin zındıq olduğunu o saat bilir. Bu dəqiqə 21-ci əsr 1 milyon informasiya saytı var. Bu günləri bir insan haqqında bir məlumat istədikdə 200 qabaqva məlumat paketi çıxır. Bugün
müasir dövrdə Əhməd Şara barəsində sual verdilər. Fırlatdı, sağa vurdu, sola vurdu. Heç bir cavab verə bilmədi. Bu Vəhabinin olduğuna cavab verə bilmədi. Amma 500 il bundan əvvəlki Şah İsmayıl Xətainin zındıq olduğunu tanıyır. Bax, mən bu mənada sizi tənqid edirəm və tənqidlərim haqlıdır və bütün dini tənqidlərim də Qurana istinad edir. Başqa yerə yox. Sizə istənilən, mən əlbəttə bunları ağıllı insanlar üçün danışıram. Bu günləri o insana getsən, bu sualı versən, inanın mənə cavab verəcək. Çünki niyə görə? Çünki bunlar artıq dırnaq arası alimdilər. O istədiyi formada, ağzına gələn suala ağzına gələn formada cavab verdikdə belə, məntiqsiz belə cavab verdikdə halda bunların, necə deyirlər, əhatəsində olan, bunların dediyi ilə yaşayan insanlar onu qəbul edəcəklər. Çünki bunu artıq alim kimi qəbul ediblər. Alim kimi qəbul edilən bir şəxsin də ağzına nə gəldi desə o saat qəbul edəcəklər. Ona görə də bu insanlar xəstəlidir və mən bu danışdığım mövzuları həmişə ağıllı insanlar üçün, düşünə bilən insanlar üçün danışıram ki, düşünsünlər və bu məsələdən bir fikrə gəlsinlər ki, nəyin arxasıca gedək, nəyin arxasıca getməyək. O mənada firqələr hamısı bir zəlalətdir. İstənilən firqədə bu zəlalət var, istənilən firqədə bu gülünc duruma düşmək var. Ona görə də bunlardan uzaqlaşın ki, əsl İslamı yaşaya biləsiniz. Təşəkkür ederim.